Hər kəsə salam. Bu YouTube kanalımın ilk videosudur. Videoya başlamazdan öncə sənə belə bir sual vermək istəyirəm. Həqiqətən vaxtın yoxdur, yoxsa özünə vaxt ayırmaq istəmirsən? Instagramda mənə yazanların əksəriyyəti deyir ki, səhifəmi qaldırmaq istəyirəm, amma vaxtım yoxdur. Satış etmək istəyirəm, amma vaxtım yoxdur. Özümü inkişaf etdirmək istəyirəm, amma vaxtım yoxdur. Əslində mən bunu həqiqətən də anlayıram. İş, dərs, ev, ailə məsuliyyəti, yorğunluq, stres, məişət problemləri və s. Bəzən bütün bunların içərisində həqiqətən də insanın bəzən elə olur ki, nəfəs almağa belə vaxtı olmur. Amma məsələ bundadır ki, həqiqətən 24 saatın cəmi 1 saat özünə ayırmağa vaxtın yoxdur? Yoxsa o 1 saatı özünə sərf etməyə qıymırsan? Yəni sənmi danışaq? Hər kəs deyir ki, vaxtım yoxdur, çatdıra bilmirəm. Amma telefonu əlinizə aldığınız andan etibarən Instagram olsun, digər sosial platformalar olsun, dayanmadan başqalarının həyatını, başqalarının işini izləyirik, videoları scroll edirik. 10 dəqiqə girib baxıb çıxacam adı ilə 1 saatdan, 2 saatdan çox vaxtımızı sosial şəbəkələrə həsr edirik. Başqalarının həyatını izləyirik, amma öz həyatımız üçün bir addım belə atmırıq. 1 saat nəyə yetər ki, düşünə bilərsən? Amma həqiqətən də gün ərzində davamlı şəkildə 1 saat vaxt ayıraraq çox şeylər edə bilərsən. Sıfırdan özünə bir səhifə aça bilərsən, kontent planı yaradarsan, reels ideyaları hazırlayarsan, satış və ünsiyyəti öyrənə bilərsən, səhifənin inkişafı üçün addım ata bilərsən, yeni bir bacarıq qazana bilərsən. İnan ki, hər gün özünə ayırdığın 1 saat 1 ay sonra səni tamam başqa bir insana çevirəcək. Amma inan ki, başqalarının həyatını izləməklə öz həyatın qətiyyən dəyişməyəcək. Əgər sən də səhifəni böyütmək, özünü tanıtmaq, satış etməyi öyrənmək istəyirsənsə, qoy bu video sənin üçün bir işarə olsun. Əgər bu yolda düzgün və sistemli şəkildə addımlamaq istəyirsənsə, mən sənə dəstək ola bilərəm. Son olaraq, videonu bəyəndinsə, öz fikrini şərhlərdə mütləq yaz və kanalıma abunə olmağı unutma.